1 fevral 2026-cı il tarixində keçirilmiş OTK sınağının izahına baxırıq. İngilis dili fənnidir. Birinci sual. The school will provide students with all the necessary materials for the course. Məktəb şagirdləri bütün lazımi təchizatlarla təmin eləyəcək, materiallarla təmin eləyəcək. Bizdə provide sözünün altından xətt çəkilir və bizdən tələb olunur ki, provide sözünə close meaning, yaxın mənalı bir söz tapaq. Provide təmin etməkdir. Variantlara baxıram. Accept qəbul eləmək, ignore etmək, B variantı. Announce elan etmək, concentrate konsantre olmaq, diqqət yetirmək, supply təmin etmək. Buna görə də C variantı olacaq. 57-ci suala baxıram. It's to stay at home than to go out in such bad weather. Burada isə bizdən sifətin düzgün dərəcəsini istəyir. Zən var və bu o deməkdir ki, biz müqayisə dərəcəsini seçməliyik. B variantını çıxacam. Eyni zamanda A variantında çıxacam. Çünki həm more, həm better bir variantda ola bilməz. More and worse da bir variantda ola bilməz. D variantı ola bilməz. Çünki deyir ki, belə bir havada evdə qalmaq daha yaxşı fikirdir, nəinki çölə çıxmaq. Ona görə C variantı düzgün variant olacaq. 58-ci testin izahına baxırıq. You boşluq wear a warm jacket. It's freezing outside. Yaxşı olar ki, isti ceket giyinəsən, çünki hava çöldə çox soyuqdur. A variantı ümumiyyətlə yanlışdır, meydən sonra to işlənməz. D variantında to be able to, yəni burada bunun to'su yoxdur. B və Y variantları da tərcümə ilə uyğun gəlmir. Hava soyuqdursa, əynimizi qalın giyinsək yaxşı olar. C variantı. 59-da did they do all these work by? Onlar bütün bu işləri özlərimi ediblər. They, themselves olacaq. D variantı. 60'da ise deyir ki, düzgün zaman seçin. Burada bizdə when var. When'in sağ tərəfində were işlənib, were in London, yəni pastdır. Past simple işlənibsə, digər tərəfində də keçmiş zaman axtaracam. A variantı gələcək zaman, D variantı gələcək zaman. B ümumiyyətlə present perfect'i olmaz, stay də olmaz. Doğru cavab E variantıdır. Və 61-ci test. 61-ci testdə deyir ki, she drove. She drove onu deyir ki, artıq mən burada zərf seçməliyəm. Və baxıram varianta, C variantında sifətdir, B variantında sifətdir, D variantında da sifətdir. A və Y variantlar arasında qalıram. Deyir ki, evə hamını sağ-salamat çatdırmaq üçün, yəni bu havada maşındakı hamının təhlükəsizliyi üçün adam necə sürürdü? Carefully sürürdü də, daha diqqətli şəkildə sürürdü. Çünki yolda vəziyyət pisdir. 61 Y variantı olacaq. 62-ci testin izahına baxırıq. 62-ci testdə bizdən nə istəyir? Düzgün variantı seçməliyik. Baxıram birinciyə. Some grains of rice were left on the plate. Some grains of rice. Ofdan əvvələ baxıram. Some grains were düzdür. Birinci düzdür. A lot of weather changes can happen in this region. A lot of weather changes can happen. Bu da bir yanlışlıq görmürəm. Several pieces of advice helps yox. Çünki ofdan qabağa baxıram. Pieces help olmalıydı. Burada helps yox. Yanlışdır. Many iron benches is placed. Many iron benches. Burada irondan söhbət getmir. Benchdən söhbət gedir. Skamyalardan söhbət gedir. Buna görə də bu da səhvdir. A clothing store is having a big end of season sale. A clothing store is having düzdür. 1, 2, 5 olacaq düzgün cavab. 63-cü testə baxıram. The teacher looked disappointed because only students had completed the homework correctly. Müəllim çox məyus görsənirdi. Çünki çox, yəqin ki, az şagird ev tapşırığını düzgün yerinə yetirdiyi üçün müəllim məyus görsənəcək də. Az şagird lazımdır bizə. A lot of da olmaz, all da olmaz, enough da olmaz, most da olmaz. Bəli, a few students, a few da sayıla bilməyən isimlərlə işlənir. İsmim də cəmlənib, tamamilə doğrudur. 64-də baxıram. To news olmaz, çünki news sayıla bilməyən isimdir. Mən sayıla bilməyən isimin qarşısında 2, 3, 4 bu tipli rəqəmlər işlədə bilmirəm. 2-də a spoon of salt düzdür. A spoon of salt bir yanlışlıq yoxdur. A pair of socks düzdür, yanlışlıq yoxdur. Several bars of chocolate düzdür. A few bars olmalıydı. A few bars of chocolate olmalıydı. Ona görə 5 də səhvdir. Deməli, düzgün cavabımız 2, 3 və 4.
Y variantı. 65-ə baxırıq. I didn't want boşluq you with my comments, but I'm sorry if my words upset you. Əgər sözlərim deyir səni məyus elədisə, yəni üzr istəyirəm, amma mən bu rəyimlə sənin xətrinə dəymək istəmirdim. Xətrinə dəymək burada offenddir, D variantı. Compliment eləsə niyə xətrinə dəysin ki? Help köməkdir, value dəyər verməkdir, support da dəstək eləməkdir. Elə D variantı uyğun gəlir. 66-ya baxırıq. Confuse, çaşdırmaq, karıxdırmaq. B variantı. To make someone unsure or unclear, düzdür. To terrify, dəhşətə gətirmək. To cause someone to feel extreme fear, kimisə dəhşətli dərəcədə qorxuya məcbur eləmək, qorxutmaq. To please isə şadlandırmaq, kimisə xoşbəxt eləmək, yəni məmnun olmaq. A variantı. Yəni 1B, 2C, 3 A variantı. Düzdür. Növbəti testimizə baxırıq. 67-ci test. I couldn't find information I needed. Burada information I needed deyirsə, sırf hansı informasiyadan söhbət getdiyi bilinir. Yəni müəyyən informasiyadır. Ona görə birinci tərəfdə mən Z artiklını işlədəcəm. So I sent them a message olacaq. An message olmur. A message olacaq. An message ona görə olmur ki, an başlayır saitlə başlanan isimlərin qarşısında. 68-ə baxıram. The explorer claimed that he discovered a new island in the ocean. Deməli, iddia eləyir ki, o okeanda yeni ada kəşf eləyib. Discover, kəşf eləmək. Bizdə buradan bunun əks mənalısını istəyir. Opposite. Yaxın mənalısını yox. Əks mənalı istəyirsə, found tapmaqdır. Lost itirməkdir. Look for axtarmaqdır. Disclose kəşf eləməkdir. Üzə çıxarmaqdır. Hid gizlətməkdir. Əslində hid daha çox uyğun gəlir. Discover hid. Amma burada deyir ki, words tapmalıyıq 2 dənə. Ona görə 2 ilə 4-ü götürəcəm. Lost və hid, found, look for, disclose, discover əks mənalı sözlər deyil. Deməli, 2 və 4 olacaq düzgün cavab. Növbəti sual short text ilə bağlıdır. Dear Anna, how was your summer vacation? Yay tətilin necə keçdi? I started school last week and everything feels different. Keçən həftə başladım mən məktəbə və hər şey çox fərqlidir. Our new teacher is so friendly and helpful. This year I want to improve my English skills and join the drama club. Bizim ingilis dili müəllimimiz çox mehriban və dostcanlıdır. Yəni kömək etməyi sevir və bu il mən öz ingilis dili bacarıqlarımı inkişaf elətdirmək və drama kluba qoşulmaq istəyirəm. Also, baxmayaraq ki, biraz əsəbiyəm, amma qarşıdakı dəyişikliklər üçün çox həyecanlıdır. Please tell me how your school was. Xahiş edirəm, mənə denən sənin məktəbin necə keçdi? Jane ümid eləyir ki, ingilis dilini inkişaf etdirəcək və drama kluba qoşulacaq. A variantına baxıram. Jane started school last month. Last month başlamayıb, last week başlayıb. B variantında deyir ki, Jane is nervous and wants to avoid new challenges. Bəli, nervousdir, amma yeni dəyişikliklərdən boyun qaçırmaq istəmir. Bu da yanlışdır, A da yanlışdır. C variantında deyir ki, Anna wants to know how Jane's school year is going. Anna bilmək istəmir. Annaya məktub gedir, yəni Jane yazır, Anna bilmək istəmir. D-də deyir ki, Jane hopes to improve her English and attend... Bəli, D variantı düzdür. Yenə də Y variantına baxaq. Anna's new teacher is kind and helpful to everyone. Anna'nın yeni müəllimi yox, Jane'in yeni müəllimi çox mehriban idi. Doğru cavab D variantı olacaq. 70-ci sualla davam edirik. Üzülü sayın mesaj çox gəlir. Şagirdlər imtahandan çıxıb yazdıqları testi göndərirlər. Ona görə mesajlar gəlir. Videomda dayandırmıram. 70-ci testdən davam edirik. The school library will be closed next Monday for cleaning. Deməli, məktəbin kitabxanası növbəti birinci gün təmizlik səbəbinə görə, təmizliyə görə bağlı olacaq. Xahiş edirik, kitablarınızı ya qaytarın, ya da ki, yeniləyin götürdüyünüz kitabları before Friday, 5-ci gündən əvvəl. Biz narahatçılıq üçün üzr istəyirik və anlayışınız üçün təşəkkür edirik.
Baxaq, A variantı. The school gave no apology. No apology demir axı. Yazıq deyir ki, we are sorry for the inconvenience. Ona görə A variantı uyğun olmayacaq. Books must be returned after Monday. After Monday demir. Deyir ki, before Friday. C-də deyir ki, the library will stay open. Açıq qalmayacaq. Əksinə deyir ki, təmizlik səbəbinə görə close olacaq, bağlı olacaq. D-də deyir ki, please renew your books before Friday or keep them longer. Keep them longer demir axı. Deyir ki, return ya qaytar ya da yenilə. Y variantı. On Monday the library will stay closed due to the cleaning. Bəli, təmizlik səbəbindən dolayı birinci gün kitabxana bağlı olacaq. Bağlı qalacaq. Y variantı. 71-ə baxıram. Join Sunny Language School this summer. Bu yay deməli Sunny Language School-a qoşulun. Biz sizə əyləncəli ingilis dili dərsləri təklif edirik bütün yaşlar üçün. Təcrübəli müəllimlər, balaca otaqlar və dostcanlı atmosfera, öz danışıq, oxu və yazı bacarıqlarınızı inkişaf elətdirin. Bugün qeydiyyatdan keçin və yeni dostlarla öyrənmənin dadını çıxardın, həzz alın. Baxaq. A variantında deyir ki, Sunny Language School offers small classes led by skilled teachers. Saxlayaq bunu. You need to have a good level on English to attend the classes. Elə bir şey demədi ki, yaxşı səviyyən, ingilis dili səviyyəsində olmalısan ki, yəni sən bu dərslərə qoşula biləsən, B deyil. Students are not allowed to talk to each other during lessons. Yox, əlbəttə ki, deyir, şagirdlər bir-birləri ilə danışmasına icazə verilmir. The school offers English lessons only for teenagers. Only for teenagers deyil, çünki mətnin içərisində var idi ki, hər yaş qrupuna aid for all ages. Və Y-də the school has a strict atmosphere that makes learning less effective. Çox ciddi atmosferası var ki, bu məktəbin, bu kursun şagirdlərin öyrənməsini daha az effektiv eləyir. Xeyr, yanlışdır. Doğru cavab elə A variantıdır.